Salam dəyərli müəllimlər, salam əziz abituriyentlər. Bugün keçirilmiş Dövlət İmtahan Mərkəzinin sınaq testlərinin izahını diqqətinizə çatdırıram. Deməli, birinci sual 31-ci test tapşırığı B variantında Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ekvatorial meşələr, qütb səhraları və iynə-yarpaqlı meşələr rütubətlənmə əmsalı vahiddən böyükdür. Bu ortaq cəhətdir. 1. Deməli, aqroiqlim ehtiyatları ilə zəif təmin olunublar. Əlbəttə ki, bu olacaq hamımız üçün yenə aqroiqlim ehtiyatları orta ilişkin plan aşağı olmasıdır. 3-ə gedəcək təbii ki. 2. Sonra əsasən həmişə yaşıl ağaclardan ibarətdir. Ekvatorial meşələrlə iynə-yarpaqlı meşələr olacaq 3. Ərazisində fəsillər aydın müşahidə edilmir. Fəsillər aydın müşahidə edilmir təbii ki, ekvatorial meşələrlə qütb səhralarında, yəni 1-ə gedəcək 4. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb. Günəşin zenitdə olmadığı ərazidə qütb səhraları və iynə-yarpaqlı meşələr olacaq 3-ə 5. Davamında biz deyəcəyik ki, əsas iqlim qurşağında yerləşir. Ekvatorial meşələr və qütb səhraları, bir də iynə-yarpaqlı meşələr ortaq cəhət, yəni 6. Kimyəvi və üzv aşınma intensivdir. Kimyəvi və üzv aşınma təbii ki, daha intensiv gedəcək. İynə-yarpaqlı meşələr və ekvatorial meşələrdə, yəni 3-ə də gedəcək təbii ki 7. Doğru cavab 4, 3, 7, 2, 5, 1, 6 variant B bəndi. 32-ci test tapşırığı xəritə sxemi əsasən buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu ərazilər və bunun səbəbi bu yerlər əsasən tropik enliklərin belə deyək, səhra və yarım səhralarıdır. Materiklərin qərbi 3, 5 və eyni qayda olaraq biz bir də götürə bilərik birinci məntəqəni. Təbii ki, səbəb soyuq okean cəryanıdır. Sahillərindən keçən soyuq okean cəryanlarının təsiri. Doğru cavab C bəndi. 33-ə baxırıq. Diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri soruşur. 50% yarım səhra quru çöldür. 30%-ə qədər mülayim istidir və yerdə qalan ərazi soyuq iqlim tipi və dağ tundranın payına düşəcək. İndi bu iqlim tiplərinə aid olan düzgün fikirləri müəyyən edin. Deməli, şollar düzü üçün səciyyəvidir. Şollar düzü əlbəttə ki, mülayim istidir. Yoldaşlar, bura 2-yə gedəcək A. Orta rast təbii vəlayetinə rast gəlinmir. Mülayim isti yenə 2-yə gedəcək təbii ki B. Lənkəran balığı Qanıq-Əricə çökəkliyində yayılıb. Lənkəran balığı və Qanıq-Əricə çökəkliyində yayılan təbii ki, mülayim istidir. Belə bir daha deyirəm, səhv oldu. Şollar düzündə yayılıb, əlbəttə ki, yarım səhra quru çöl. Yəni 1-ə gedəcək A, 2-yə gedəcək verilənlərdən müvafiq olaraq B və C, B və C. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Yarım səhra quru çöl AD və axırıncı respublikamızda yüksək dağlıq ərazilərdə yayılıb C, Y. Deməli, AD, BC və Y düzgün cavabımız A bəndi hesab olundu. Növbəti sual xəritə sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətlər. Hərflərlə göstərilən ölkələr A, Amerika Birləşmiş Ştatlarıdır. B, təbii ki, biz deyəcəyik ki, bu Fransadır. Fransa və gözəl insanlar C, Avstraliyadır. Avstraliya. İndi vəziyyətə baxırıq. Təbii artım birinci tip xarakterikdir. İnkişaf etmiş ölkələr doğrudur. Əhalinin yaşlı uşaqların sayı çox ola bilməz. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatı yanlışdır. Əsas emiqrasiya mərkəzləridir, yanlışdır. Urbanizasiya səviyyəsi yüksəkdir 5. Əhalinin əsas hissəsi İndo-Avropa dil ailəsindədir 6. 1, 5, 6 cavab Y bəndi. 35-də doğru olmayan sıraları soruşur. Vulkanik Qaragöl vulkanik yayla bu doğrudur. Axmaz Batabat doğru deyil. Tektonik Sarısu doğru deyil. Axmaz Ağgöl Mildüzü doğrudur. Uçqun Mənşəli Maralgöl Murovdağ silsəsi bu doğrudur. Axmaz Azqabul Salyan düzü yanlışdır. Deməli, yanlışlar 2, 3, 6 cavab B bəndi hesab olunacaq 35-ci sualda. 36-cı test tapşırığını nəzərə yetiririk. Ay iqtisadi relifi kürboy düzənliklərdən, yüksəkliklərdən və dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəngdaşı, daş salahlı bentonit gili və Ağdağ seolit yatağı. Daş salahlı bentonit gili əsasən yayılıb Qazax rayonunda. Yoldaşlar, Ağdağ seolit yatağı Tovuz rayonunda yayılıb. Deməli, bura Qazax Tovuz iqtisadi rayonudur. Qazax Tovuz. Qazax Tovuza biz aid olmayan xüsusiyyətləri seçməliyik. Üzümçülük, kartofçuluq, taxılçılıq, heyvandarlıq inkişaf etmişdir. Bu aiddir, getdi. Tərkibinə daxil olan bütün inzibatıranlıq xarici ölkələr əmsəliyyətdir. Şəmkir əmsəliyyət deyil ki. Rayon ərazisindən Bakı, Tbilisi, Ceyhan və Bakı subsa neft kəmərləri keçir. Bu doğrudur. Enerji olan tələbası arpasa hissəsi ola bilməz. 4. Və kənd təsərrüfatı yalnız suvarma şəraitində yanlışdır. 2, 4, 5 cavab D bəndi. Bir iqtisadi rayonlar əmsəliyyətdir. Bəli. Dağlıq Şirvan, Gəncə daş kəsəndə.
2, 4, 5 D bəndi oldu 36-da. 37. Qazaxıstan və Türkmənistan çox xüsusiyyətlər soruşub. Deməli, məsələ buradadır ki, ərazi Buzati yarımadası yerləşir Qazaxıstan A. Qırğızıstanla sərhəddi mövcud deyil. Qırğızıstanla sərhəddi mövcud deyil, təbii ki, Türkmənistanın olacaq B. Sonra əhalisinin əsas hissəsi türk dili qrupunun Bulqar qoluna aiddir. Bunların heç birinə aid deyil. Bulqar deyirlər, çünki onlar Qıpçaq və Oğuz qrupudur. Ərazinin çöl və meşə çölləri Qazaxıstandadır, olacaq D. Və çayları yalnız daxili axar sözüyə aiddir, Türkmənistan Y. AD, BY, düzgün cavab C bəndi oldu. 38. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirlər müəyyən edin. Əhalinin yaş təkmil uşaqlar üstünlük təşkil edir. Bəli, bizdə doğrudur. 1. Üzr istəyirəm, yanlışdır. Yetkinlər daha çoxdur. Quba Xaçmaz və Lənkəran Astarı iqtisadi rayonunda türk dilli olmayan xalqlar yaşayır. Quba Xaçmaz və Lənkəran Astarıda türk dilli olmayan xalqlar yaşayır. Bəli, bu doğrudur. 2. Acınor Ceyran çöldə əhali sıxlığı yüksəkdir. Bu ifadə yanlışdır. Bakı iqtisadi rayonunda əhalinin milli tərkibi mürəkkəbdir. 4 doğrudur. Şəkizaqda iqtisadi məskunlaşmış avaralar, ləzgilər və saxrular Qafqaz dil ailəsinə mənsubdur. Bəli, 5 də doğrudur. 2, 4, 5 cavab B bəndi. Kənd əhalisi əsasən miqrasiya hesabını artır. Yanlışdır. Təbii artım hesabını artır. 39. Metallurgiya kombinatı əsasən yerli xammalla işləyənlər olacaq verilənlərdən təbii ki, Çin, Rusiya və Cənubi Afrika Respublikası. Daş kömür və dəmir filizi idxal olunan isə Fransa, İtaliya və Yaponiya. Doğru cavab D bəndimiz hesab olundu sualda. D bəndi. 40-cı test tapşırığı. Deməli, Mekong çayı. Mekong çayı hamımız əzbər bilirik ki, tökülür verilənlərdən Cənubi Çin dənizinə və Vietnam ərazisində. D. Nil çayı bilirsiniz ki, tökülür Aralıq dənizinə. 4 və Misir ərazisində. C. Və 3-cü, bildiyiniz kimi Yukon çayı tökülür Bering dənizinə. 3 özü də ABŞ ərazisində. A. Deməli, cavab belə oldu. 1-ə 2 D, 1-ə 2 D, 2-yə 4 C, 3-ə 3 A. Düzgün cavab C bəndi hesab olundu. 41-ci sual. Cədvələ əsasən doğru sıraları bizə müəyyən edin deyir. Gəlin, baxaq görək bizdə burada nə soruşur. Hindistan yarımadası yağıntılar ilə ərzində qeyri-bərabər paylanır. Bəli, bu doğru ifadədir. Yay yağıntılı, qış quraqdır. Mesopotamiya il boyu səpələnən radiasiya üstündür. Səhvdir. Böyük səhra iyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Doğrudur. Tasmaniyada siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Şimalda saat əqrəbi, cənubda saat əqrəbi istiqamətində. Bu yanlışdır. Qrellandiyadası səthində albedonun kəmiyyəti yüksəkdir. Doğrudur. Cavab 1-3-5, variant A bəndi. Yav adasında günəş bütün il boyu gün orta vaxtı zenitdə olur. Yanlışdır. İldə 2 dəfə zenitdə olur. 42. Müvafiq olaraq suvarmada əsasən yayda əsasən Aralıq dəniz iqlim vilayətinin çayları, əsasən Po və Fərat çayı olacaq. Qışda isə Qanq və Mekong çayları. Düzgün cavab B bəndi. 43. Orta illik temperatur 20 dərəcədən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvidir. Bu tropik səhralardır. Tropik səhra ilə bağlı artıq bu ikinci test tapşırığıdır. Tropik səhra. Deməli, rütubətli mənsup vahiddən kiçikdir. 1. Yalnız ovalıqlar üçün səciyyəvidir. Yanlışdır. Çaya əmələ gəlmə imkanı zəifdir. 3. Enana baxımları üstündür. 4. 1-3-4. Doğru cavab oldu verilənlərdən Y bəndi test tapşırığında. Dağlıq Şirvan, Küraraz və Gəncə fiziki coğrafi rayonları verilib bizə. Deməli, 1, 2 və 3 gəlin nəzər yetirək. Əkinçinin inkişafı qış otlaqları sahəsini azaldır. Əlbəttə, Kürarazda olacaq 2-yə A. Meandrlar baxmazdan yaranması imkanı genişdir. Kürarazda 2 olacaq B. Yay quraq keçən mülayim isti iqlim yarım tipi yayılmışdır. Əlbəttə ki, Dağlıq Şirvanda olacaq C. Göllər əsasən uçqun bənd mənşəlidir. Gəncə olacaq D. Metallurgiya sənəsi inkişaf üçün yerli xammal ehtiyatına malikdir Y. Deməli, C, A, B və D-yə. C, A, B və D-yə düzgün cavab Y bəndi hesab olundu. 45-ci test tapşırığına nəzər yetiririk. Sualda bizdən nə soruşur? Gəlin diqqətlə baxaq. Uyğunluğu müəyyən edilir 45-də. Bizdə rayonlardır. Daşkəsən, Laçın, Kəlbəzər və Kəlbəzər rayonları. Narzanlı və Gilgəsçay bilirsiniz ki, civə filizləri Laçındadır. 2-yə gedəcək A. Kastağ bildiyimiz kimi Balakən və Zaqatalıdadır. Ona görə olmaz. İpək bilirsiniz, xromit yatağı Laçındadır. C. Hamançay dəmir filizi Daşkəsəndədir. D. Və Göydərə Kəlbəcərdədir. Y. D, A, C və Y. D, A, C və Y. Deməli, düzgün cavab C bəndi hesab olundu. 46-cı test tapşırığına nəzər yetiririk. Deməli, meridian üzrə ekvatordan 0 dərəcəlik azimutla 8769 km hərəkət eləsək, 8769-u böləcək 111-ə. Böldüyümüz zaman görək nə alınır. Deməli, 8769
8769 bölü 111 bərabərdir 79. Deməli, mən 79 şimal enliyinə çatmışam. Və çatdığımız enliklə məntəqədən cənub tropik xəttinə qədər ən qısa məsafəni hesablayacaq. Əlbəttə ki, 79-un üstünə gələcək 23.5-i. 79 üstə gəlir 23.5. Bu elədir 102,5 və onu da vuracaq meridian üzrə 111-ə. Bura olsun 111. Cavab 11.377,5. 11.377,5. Doğru cavab verilənlərdən A bəndi hesab olundu. Qədim platformalara uyğun gəlir Orta Rusiya yüksəkliyi A, Şərqi Avropadadır və bir də Amazon ovalığı Y. Geosinkronal qurşağa uyğun gəlir Meksika yayılası B və bir də Pont dağları D. Cavan platformaya uyğun gəlir verilənlərdən Qərbi Sibir ovalığı C. Deməli, A, Y, B, D və C. Düzgün cavab Y bəndi oldu. 48-ci test tapşırığı. Deməli, litosfer tavalarının Aral dənizinin qurumasının səbəbləri, Aral dənizinin qurumasının nəticəsi. Deməli, litosfer tavalarının hərəkətinin dəxli yoxdur. Duzlu toz fırtınalarının torpağa yararsala salması bu nəticədir. 2. Deməli, suvarmanın tələbatının artması. Suvarmaya tələbat artdıqca əlbəttə ki, Aral dənizi quruyur. 3. 1-ə 3, 2-ə 2. Doğru cavab Y variantı. Ona tökülən çayın su səviyyəsinin artması yanlışdır. Səhra landşaftının sayəsinin azalması yanlışdır. Üzvü aşınmanın zəif getdiyi məntəqələr, üzvü aşınma bilirsiniz ki, bitki örtüyünün zəngin olduğu yerlərdə gedir. Zəif getdiyi yerlər deyəndə biz burada götürəcəyik 1. Biz burada götürəcəyik 1. Sonra 5, 4 və 6. 1, 5, 1, 4, 5, 6 doğru cavab C bəndi. Növbəti test tapşırığı. Deməli, sualda bizdən soruşur, şimal yarımkürəsinin tropik işıqlanma qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasında 33.5 dərəcə fərq var. Ümumiyyətlə biz bilirik ki, tropiklər arası maksimum 90 dərəcədir. O zaman biz burada nə edəcəyik? İlk əvvəl 90-dan çıxacaq x-i bərabər eləyəcək 33.5-ə. Biz burada təbii ki, günəşin avtomatik olaraq minimum düşmə bucağını tapacaq. Minimum düşmə bucağını tapmaq üçün 90-dan 33.5-i çıxacaq. 90 çıx, 33.5, bu elədir 56.5. X elədir 56.5 və 56.5 dərəcənin minimum düşmə bucağını tapmaqdan ötəri 90 çıxılsın. Mötərizədə x plus 23.5. Bilirsiniz ki, mötərizənin içi 33.5 olmalıdır ki, cavab doğru alınsın. O da olacaq Y variantı 10 dərəcə cavabda. 51-ə baxırıq. Burada bizə kəsmə yüksəkliyinin 5 metr olduğu verilib. Gördüyünüz kimi burada hündürlük A nöqtəsində başlayacaq müvafiq olaraq 95 və 90 metrdən. 90 metrdən başlayacaq və qalxacaq 115-120 metri keçəcək və yenidən düşəndə 110 ilə 105-in arasına düşmüş olacaq. Deməli, burada biz görəcəyik ki, 90 metrdən qalxır, 120 metri keçir və azalır. Doğru cavab D bəndi hesab olundu 51-ci sualda. 52-ci test tapşırığına nəzər yetirək. Burada bizdən nə deyir? Ölkələr verib bizə. Somali dövləti verib, Liviya verilib, Liviya və bir də C, Yəmən verilib. Ölkələr üçün bizdən soruşur ümumi olan xüsusiyyətləri. Tropik hava kütlənin təsirinə məruz qalırlar. Bəli, bir doğrudur. İnsan inkişaf indeksi yüksək olduğu ölkələr deyil. İqtisadi fəaliyyətin əsas hissəsinin iqtisadiyyatın 3-cü, 4-cü sektoru yanlışdır. Əhalinin əsas hissəsi Afro-Asiya dilaləsinə mənsubdur. 4. Və ərazisinə günorta vaxtı şaquli cisimlərin kölgəsinin olmaması müşahidə edilir. Çünki bunlar tropik xətti ilə kəsişir. OPEC ölkələridir. Yəmən yanlışdır. Cavab 1, 4, 5 C bəndi hesab olundu. 53-cü suala nəzər yetiririk. Sual belədir. Xəritə sıxma əsasən cədvələsində doğru sıraları müəyyən edin. Eləyək. A. Lənkəran ovalığıdır. C. Qanıq Əyricaydır. B. Şərqi Ordubaddır və D. Cənub-Şərqi Şirvandır. A ilə C üçün düzən meşəli landşaftı yayılmışdır. Bir doğrudur. Deməli, B ilə D üçün Şərqi Ordubad və Lənkəran üçün qışı soyuq keçən yarım səhra yanlışdır. A ilə C üçün, yəni Lənkəran və Qanıq Əyricay üçün ölkəmizdə əhalinin sıxlığı ən az olan düzənliklərdir, yanlışdır. Deməli, bizə verib burada A ilə D, yəni Lənkəran və Cənub-Şərqi Şirvan paleogen yaşlı suxurlar yayılıb, yanlışdır. Və B ilə D, orta illik yağıntılar miqdarı 500 mm-dən azdır. Cavab 1 və 5 hesab olundu. 54-cü test tapşırığına baxırıq. Azərbaycan kənd təsərrüfatı
ilə bağlı doğru fikirləri müəyyən edin. Yarımsərə qurucu iqlim şəraitində suvarma əkinçisi inkişaf etmişdir. 1 düzdür. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəxli meyvəçilik var. 2 də düzdür. Şabaldı və qəhvəyi torpaqların yayıldığı əkinçi üçün əlverişli deyil, səhvdir. Boz və sarı torpaqlar sitrus meyvəsi ola bilməz. Yay otlaqlarında soyuq iqlim tipinə formalaşır. 5 düzdür. Doğru cavab 1, 2 və 5-dir. Taxılçılıq və yalnız dəmiyə səhvdir. Həm dəmiyə, həm də irriqasiya ola bilər. 50 belə deyək. 55-ci sual. Bizə deyir ki, birinci çörəkçiliyin dərinliyi 6009, ikinci çörəkçiliyin dərinliyi 4800 metr olduğunu müəyyən etmişdir. Bu çörəkçilər arasında səsini gəlib qayıtma müddəti arasında fərqi tapın. Əvvəlcə biz burada 6900-dən müvafiq olaraq 4800 çıxmalıyıq. 6900-dən 4800 çıxanda 6900 çıxılsın 4800. Cavab elədi 2100. 2100-ü bölməliyik. Deməli 1500 isə bu elədir 1/4. 1/4-ü vuracaq 2-yə, çünki burada gedib qayıtma müddəti deyir. 1/4-ü 2-yə vuranda cavab edir 2,8. Doğru cavab 2,8. Doğru fikirləri müəyyən edin. Ölkənin qonşu ölkələri nəzərən mövqeyi makro mövqe adlanır, xeyir mikro mövqe adlanır. Xəzər sahilində yerləşən yalnız 2 ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Yanlışdır 3 ölkə. Braziliya, Avstraliya, Kanada dövlətləri dünya okeanı geniş iqtisadi zonaya malik ölkələrdir. Doğrudur. Nigeriya və Hindistan əhalinin milli etnik tərkibinə görə federativdir. 4 doğrudur. Mərakeş və Yaponiya konstitusiya monarxi ölkələrdir. 5 doğrudur. Vyetnam, Butan, Laosun dünya okeanı birbaşa çıxışı var. Yoldaşlar Laosun və Butanın yoxdur. Cavab 3, 4 və 5 hesab olundu. 3, 4, 5, 57. Yaponiya, AFR və İspaniya. Deməli, Yaponiyada olacaq musson iqlimi A və Kobe limanı Y. AFR üçün olacaq, deməli, Almaniya Federativ Respublikası üçün olacaq cavab verilənlərdən. Əhalisinin əsas hissəsi German dil ailəsidir C. İspaniya üçün olacaq 3 yarımkürədədir B və zeytun yığımına görə D. A, Y, C, B-dir. A dağları 2 yarımkürədə yerləşir və bu dağların yamazlarında isti okean cəryanları təsir edir. 2 işıqlanma qurşağına yerləşən bu dağlar inkişaf etmiş ölkələrin ərazisindədir. Və A dağları dövrlərin sayı ən çox olan geoloji erada. Dövrlərin sayı ən çox olan geoloji era paleozoy erasıdır. Paleozoy. Deməli, A dağları dövrlərin sayı ən çox olan eradadır və onun ərazisində bol sulu və sürətli çaylar axır, dağ çayı olduğu üçün A dağları yerləşdiyi ölkələrdə hali həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Mətnə əsasən A dağları, bu dağların adı olacaq Skandinaviya dağları. Skandinaviya. Deməli, ən yüksək zirvəsi olacaq Galdhøpiggen zirvəsi. Dağın yerləşdiyi işıqlanma qurşaqları olacaq şimal mülayim və şimal qütb işıqlanma qurşağı. Qurşağına yerləşib və bu işıqlanma qurşağına yerləşib A dağları ilə eyni geoloji, deməli, yerləşdiyi işıqlanma qurşaqlarını və bu işıqlanma qurşağında yerləşib A dağları ilə eyni geoloji erada yaranmış dağ silsiləsini müəyyən edin. Bu da Ural dağları hesab olunacaq. Mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edin. 59-da uşaqlardan soruşum görək nə istəyirdi. Burada da yazın. Hə? 59-da nə istəyirdi uşaqlar? Ölkəni istəyirdi, ölkənin adını. Yox, ölkələr 60-dadır. Heç kim yazmayıb. Çayları hara tökülürdü? Hansı okeana? Okeanlar, deməli, çayları tökülür. Şimal buzlu okean və bir də Atlantik okean. Başqa? Bir də yazılmışdı ki, həmin okeanlarda 4 materikdə yerləşən. 4 yarımkürədə yerləşən okeanın dənizləri. Atlantik okeanına məxsus dənizləri yazmalıydıq. Şimal dənizi, Baltik dənizi, sonra qutardı. Deməli, 60-da A dağlarının yerləşdiyi ölkələrin adı Norveç, İsveç, Finlandiya. Ən az ikisini istəyirdi. Bəli. Bu ölkələrin əhalisinin əsas hissəsinə aid olduğu dil qrupları, deməli, Hind-Avropa dil ailəsi, Hind-Avropa dil ailəsinin, bəli, German qrupu, German və Ural dil ailəsinin, Fin-Uqor qrupu. Bir də bizə burada nə soruşurdu? Deməli, və əhali təbii artım tipi, bunlar da əhali təbii artımının müasir tipidir, birinci tip. Birinci tipə biz deyirik müasir tip. Və demoqrafik keçid mərhələləri, buna biz deyirik 4-cü mərhələ, doğum az, ölüm az. Vəssalam.